Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Azerbaycan'dan haberler programındasınız. Bakü stüdyosundan herkese merhabalar. Ben Özlem. Mən də Əli. Hər birinizi Bakıdan salamlayıram. Xoş gəlmisiniz. Hoş bulduk Ali. Bugün 19 Mayıs 2026 Salı. Dün Bakü'de hava biraz tatsızmış galiba sosyal medyada gördüğüm kadarıyla. Doğru mu? Bəli, Özləm. Dünən paytaxtda çox güclü yağışlar oldu. Təəssüf ki, bu cür yağışlar hər dəfə şəhər üçün ciddi bir sınağa çevrilir. Bir çox küçə və prospekti, hətta bəzi metro stansiyalarının girişlərini su bastı. Nəqliyyatın hərəkətində böyük çətinliklər yaşandı. Fotoğraflar gerçekten endişe vericiydi. Arabalar sular altında kalmış. Peki bu durum Bakü'de sık yaşanır mı? Halkın tepkisi ne oldu? Çünkü sosyal medyada bütün şehri mahvettiler gibi çok sert ifadeler gördüm. Bəli, bu ifadə BBC Azərinin xəbər başlığından götürülmüşdü və sosial şəbəkələrdəki ümumi əhval-ruhiyyəni çox dəqiq ifadə edir. Hər güclü yağışdan sonra eyni mənzərə təkrarlanır. Xüsusilə yeni tikilmiş binaların ətrafında vəziyyət daha acınacaqlıdır. İnsanlar illərdir ki, bu problemin həll olunmamasından, infrastrukturun, xüsusilə də yağış kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Anlıyorum. Altyapı sorunu yani. Bu her büyük şehrin ortak derdi galiba. Altyapı ve ulaşım demişken bir başka ulaşım haberi daha gözüme çarptı. Yıllardır hasretle beklenen o meşhur tren, Bakü-Tiflis treni yine gündemdeymiş. Yoksa bu sefer gerçekten oluyor mu Ali? Ah, o məşhur Bakü-Tbilisi qatarı. Bəli, yenidən danışılır. Xatırlayırsansa, pandemiya dövründən bəri bu qatar səfərləri dayandırılıb. Ötən ildə bərpa olunacağı barədə xəbərlər çıxmışdı. Amma Azadlıq Radyosu'nun da yazdığı kimi o xəbərlər boş çıxdı. Boş çıktı. Çok güzel bir tabirmiş. Yani geçen seneki vaatler yerine getirilmemiş. Peki bu sefer durum farklı mı? Neden tekrar gündeme geldi? Resmi bir açıklama, bir tarih var mı? Hələlik rəsmi, dəqiq bir tarix yoxdur. Sadəcə Azərbaycan dəmir yolları və Gürcüstan dəmir yolları arasında danışıqların yenidən aktivləşdiyi deyilir. Bu dəfə fərqli olan odur ki, yay turizm mövsümü yaxınlaşır və həm sərnişinlər, həm də turizm şirkətləri tərəfindən çox ciddi bir tələb və təzyiq var. Bu qatar xətti həm ucuz, həm də rahat olduğu üçün çox populyar idi. Ümid edək ki, bu dəfəki xəbərlər boş çıxmaz. Umarız. Kara ve demir yolundan biraz da hava yoluna geçelim. Yine ulaşım ama bu kez daha stratejik bir konu. Rusya'nın havacılık sektörünün yaptırımlar yüzünden çöktüğü ve bu durumda Azerbaycan'a umut bağladığı yazılmış. Bu ne demek tam olarak Ali? Azerbaycan bu konuda Rusya'ya nasıl bir umut olabilir? Bu, Musavat qəzetinin bugünkü manşetlərindən biridir. Bildiyin kimi, beynəlxalq sanksiyalar səbəbilə Rusiyanın mülki aviasiyası, yəni sərnişin təyyarələri çox çətin vəziyyətdədir. Təyyarələrin əksəriyyəti xarici istehsaldır və ehtiyat hissələrini tapmaqda, təyyarələrə texniki xidmət göstərməkdə böyük problemlər yaşayırlar. Həmçinin bir çox ölkə hava məkanını bağladığı üçün uçuş yolları da uzanıb və bahalaşıb. Peki bu denklemde Azerbaycan'ın rolü ne olabilir? Transit geçişler için mi kullanmak istiyorlar sadece? Xəbərə görə məsələ sadəcə hava məkanından istifadə deyil. Kreml həm də Azərbaycanın texniki imkanlarına ümid bəsləyir. Bilirsən, Azərbaycan hava yolları, yəni Azal, müasir bir donanmaya və Buta Airways kimi aşağı büdcəli bir şirkətə sahibdir. Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportu da böyük bir texniki xidmət mərkəzinə malikdir. İddia olunur ki, Rusiya bu cür mərkəzlərdə öz təyyarələrinə texniki baxış keçirmək və ya Azərbaycan vasitəsilə bəzi logistik məsələləri həll etmək istəyə bilər. Ancaq bu çox həssas bir məsələdir. Çünki bu cür bir əməkdaşlıq Azərbaycanın özünü də ikinci dərəcəli sanksiyalarla üzləşdirə bilər. Anladım. Oldukça hassas bir denge gerçekten. Peki biraz daha iç gündeme dönelim. Gıda güvenliği ile ilgili bir haber var. Bir içecek marketlerden toplatılıyormuş. Sebebi neymiş? Bəli, bu da maraqlı bir xəbərdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, yəni AQTA, yoxlamalar aparıb. Nəticədə spirtsiz içki, yəni alkolsüz içki adı altında satılan bir məhsulun tərkibində etil spirti aşkar edilib. Bu səbəblə də həmin məhsulun bütün marketlərdən və satış nöqtələrindən dərhal yığışdırılması barədə qərar verilib. Vay canına, alkolsüz diye alıyorsun ama içinden alkol çıkıyor. Markası belli mi peki? Halkın bilmesinde fayda var. Xəbərdə konkret marka adı çəkilməyib. Agentlik ümumi bir məlumat yayıb. Amma bu cür yoxlamaların mütəmadi aparılması və nəticələrinin ictimaiyyətlə paylaşılması müsbət bir haldır. Kesinlikle öyle.
Ali, şimdi biraz daha ağır ve üzücü bir konuya değinmek zorundayım. Yine bir gazetecinin cezaevinde kötü muamele gördüğüne dair iddialar var. Bu haberler ne yazık ki son zamanlarda sıklaştı. Bəli, Özlem. Bu Azadlıq Radiosunun yaydığı bir xəbərdir və çox ciddi bir iddiadır. Həbsdə olan jurnalistlərdən birinin vəkili vasitəsilə müraciət yaymasıyla saxlandığı təcridxanada fiziki təzyiqə və işgəncəyə məruz qaldığı bildirilir. Hələlik bu bir iddiadır. Rəsmi qurumlar tərəfindən bir reaksiya verilməyib. Amma məsələ həm yerli ictimaiyyətdə, həm də beynəlxalq media qurumlarında müzakirə olunur. Bu haberle bağlantılı olabilir mi diye düşündüğüm bir başka gelişme var. Bugün Cumhurbaşkanı kararıyla medyanın geliştirilmesi, Medya Geliştirme Ajansı'nın yeniden yapılandırıldığı duyuruldu. Bu senin bahsettiğin gibi bağımsız gazetecilerin yaşadığı sorunlarla ilgili bir adım mı yoksa tamamen alakasız bir idari düzenleme mi? Bu çox yerində bir sualdır. Rəsmi xəbərə görə bu idarə etməni təkmilləşdirmək üçün atılan bir addımdır. Medianın İnkişafı Agentliyi, yəni media, dövlətin media siyasətini həyata keçirən, qəzetlərə, saytlara maddiyyat dəstəyi verən bir qurumdur. Azadlıq Radiosu, Meydan TV kimi qurumlar isə dövlətdən maliyyələşməyən, müstəqil media orqanlarıdır. Ona görə də bu iki xəbər bir-biri ilə birbaşa bağlı olmasa da, ölkədəki media mühitinin iki fərqli qütbünü göstərir. Bir yanda dövlətin media üzərindəki tənzimləmə və təşkilatlandırma cəhdləri, digər yanda isə müstəqil səslərin üzləşdiyi çətinliklər və təzyiqlər. Çok teşekkürler Ali. Yine gündemi her yönüyle ve derinlemesine aydınlattın bizim için. Azerbaycan'ı sayende daha yakından, daha farklı açılardan tanıyoruz. Mən təşəkkür edirəm, Özlem. Dinləyicilərimizə də göstərdikləri maraq üçün minnətdaram. O zaman Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo